Rica edəcək ki, musiqini bir qədər azaldaq. Və biz bugün bir neçə olimpiyadaya artıq şahidlik etdik. Sizdən öncə də səhər də bizim olimpiyadamızın iştirakçıları var idi. İlk olimpiyadanın mükafatlanmasında da biz xüsusi olaraq o şagirdləri səhnəyə dəvət etdik. Onlar bizim dəyərli şəhidlərimizin övladları idi. Və sevindirici bir haldır ki, Kopernik Riyaziyyat Olimpiyadasında da gümüş medal qazanan şagirdlərimizdən biri bizim dəyərli şəhidimiz Vüsal Cəfərovun qızıdır. Mən əminəm ki, siz ondan gürültülü təbrik alqışını əsirgəməyəcəksiniz. O bizim dəyərli şəhidimizin yadigarıdır. Nə xoş ki, bax belə böyük uğura imza atıb, xahiş edirik ki, alqışlarınızı əsirgəməyəsiniz. Sən gitməyəsiniz, ucaldasınız və ona bugün təbriklərinizi ünvanlayasınız. İlk olarak hamımızı salamlayıram və tüm medalçıları təbrik edirəm. Mən burada dərin təşəkkürümü müəllimlərimə bildirirəm. Aytac müəllim və Əkrəm müəllim. Onları çox sevirəm və mən bu medalı şəhid atalığıma həsr edirəm. Və bizim dəyərli şəhidimiz Vüsal Cəfərovun fotosuyla öz sinəsində gələrək bu olimpiyadada iştirak edir. Uğurlar arzulayırıq, inanırıq ki, ən yaxşı nəticələrlə Azərbaycan elmində sayılıb seçilən dəyərli şəxslərdən olacaqsan. Təbrik edirik, səni uğurlar arzulayırıq. Bu alqışlar sənindir. Biz gümüş medal qazanan şagirdlərimizin mükafatlanmasını davam edirik. Buyurun, keçə bilərsiniz əziz şagirdlər.